Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, sevdiyimiz əvvəlki insanmı, yəni hansı ki, bəzən unudulub gedilən hekayələr olur, yaşanılanlar olur, yoxsa yeni qarşımıza çıxan insan. Deməli, bilirsiniz, bəzi insanlar səhv düşünürlər, hansı mövzuda onu deyək. Düşünürlər ki, bir insanı unutmaq olmur, çox çətindir. Yox, əslində elə deyil. Hər kəsin unudulma müddəti var. Bu da nə ilə bağlıdır? Adətən bir insanda elə bir kiçik yox, böyük, səviyyəli səhvlər görə bilərsən ki, onu silmək çox asan olar. Məsələn, göründü, sildi, getdi. Yox, əgər silə bilmirsənsə, deməli sən qüsursuzsan. Və bəzən silməyə bacarmaq lazımdır. Qaldı ki, insanı sevgi yox, həmən şəxsə yox. Sadəcə o insandan yaşanılan şeylər həmən insanı doğmalaşdırır. Məsələn, eyni küçədən dəfələrlə keçirsən və ya hər hansı bir fəsillərin yağışın yağmasını, qarın dənəciklərini, yaxud eyni həmsöhbət olunan bir dəfə yox, bir neçə dəfə və xoş təsir, ab-hava yaradan, məsələn, hər hansı bir küləyin mehindəmi, bir çöl mühitində və ya hər hansı bir qapalı məkanda dəfələrlə oturmuşsan, yəni bunlar insanı adətən doğmalaşdırır. Yoxsa tək, sevdin, getdi, yox, belə hallar əsl insanı doğmalaşdırıla bilməz. Sevən şəxsi və sevilən şəxsin hər ikisini bir-birinə doğmalaşdıran həmin gedilən məkanlar daima xatirələr, anılar, yəni bağlanan yerlər olur. Və bir insanı da həqiqətən içdən gəlinən sevgidən, hansı ki, həmən sevgi bitir, qutarır, getdi və ondan sonraki etapda əgər ayrılıq deyilən bir şey ürəyə həqiqətən düşübsə ki, yəni bu insanla olmur da, yəni bu deyil. Vəssalam, o mütləq şəkildə istər gecə tezi var, İstər əvvəldə olsun, istər sonrasında olsun, 100% ayrılıq olacaq. Çünki istəmirəm, olmur da səndən. Sənə danışanda rahatçılıq olmur. Ürək əvvəlki kimi istəyə bilmir. Niyə? Çünki səbəbləri var. Qırılma nöqtəsi deyilən bir məqam var. İstənilən münasibətdə qırılma nöqtəsi. Ola bilsin, elə bir kobud bir söz olar ki, onu sən dərk edə bilmərsən. Amma qarşı tərəf tez başa düşər. Və sən hələ o sözün məğzini, məramını anlayana qədər qarşı tərəf bildi və s. bitdi, getdi. Amma sən hələ onu hiss edə bilmirsən ki, bitib. Nəyə görə bitib? Sən hələ bunu dərk edə bilmirsən. Bəzən ciddi münasibətlərdə əksər şeylər diqqət etmək lazımdır. Məsələn, qarşı tərəfə açıq sözdür. Səhvsənsə səhvsən, yaxud düzsə düz. Amma açıq sözlü deyəndə qarşı tərəfin qəlbini sındırıb, kobudlayacaq dərəcədə yox, normal, müəyyən çərçivə daxilində düzə-düz əyri-əyri. Budursa budur. Yəni, bunu uzatmanın nə mənası var? Yəni, mütləq şəkildə ən azından 60-70% əksər mövzularda açıq sözlü olmaq şərtdir. Qarşı tərəfdə əgər ciddi münasibət gedirsə, ciddi münasibət irəliləmək üçün. Yox, əgər quru, soyuq, hər hansı bir süni münasibət olacaqsa, o münasibət heç zaman inkişaf edilməyəcək və qədərində olduğu qədər. Məsələn, bu boyda stəkan belə deyək, elə həcmində su tutursa, böyüyü çox böyük tutursa, deməli, kiçiyindən böyüyə keçmək üçün sən müəyyən şəkildə cəhd eləməlisən. Eynilə o misal kimi, cəhd edib münasibəti inkişaf etdirmək üçün, daha da çox artırmaq üçün mütləq şəkildə şərtdir ki, daimi olaraq əksər mövzularda açıq sözlü olub fikrini ifadə etmək. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsini yazа bilərsiniz. Yaxud hər hansı bir həmsöhbət, psixoloji dəstək məqsədi ilə aparılan seanslarımız davam edir. Direkt bölməsinə yazıb bu haqda soruşa bilərsiniz.